Deməli, baxın burada, bax uşaqlar. Yer kürəsinin sıxım vəziyyətinə əsasən günəşin hansı enlikdə olduğunu müəyyən edir. Baxırsınız ki, burada, bax, diqqət edin, bura zəhmət olmasa. Baxırsınız ki, burada 70 dərəcə şimal, 70 dərəcəlik paralel boyu qaranlıqdır. Görürsünüz? Və hansı yarımkürə qaranlıqdır? Cənub yarımkürəsi qaranlıqdır. 70 dərəcəlik paralelə qədər cənub yarımkürəsi qaranlıqdır. Deməli, 70 dərəcə cənub enliyindən cənubda qalan hissələrdə nədir? Qütb gecələrdə. Mən də demişdim ki, qütb gecələrinin başladığı enliklə günəşin zenitdə olduğu enlik arasında nə qədər fərq olur? 90. Əgər 70 dərəcə cənub enliyində qütb gecələri başlayırsa, mən günəş harda zenitdədir? 20 dərəcə şimal enliyində. 109-cu test tapşırığına baxırıq. Baxın, cənub qütb dairəsi və cənub qütbü olan cənub yarımkürəsi nədir? İşıqlıdır. Yəni, günəş cənub yarımkürəsini daha çox işıqlandırır. Deməli, bu 22 dekabr tarixidir. Aydın oldu. 22 dekabr tarixi olduğunu bildik. Və indi bizə deyir ki, sıxıma əsasən ekvatordan cənub qütb dairəsinə doğru gündüzün uzunluğunun dəyişməsi. Deməli, ekvatordan cənub qütb dairəsinə doğru gündüzün uzunluğu nə olacaq? Artacaq. A variantı düzdür. Baxıram C variantında da artır, E variantında da artır. İndi burada biz nəyə fikir verməliyik? Cümlədə deyir ekvatordan. Ekvatorda hər zaman gecə ilə gündüzün uzunluğu bir-birinə yaxındır. Gecə-gündüz uzunluğu arasındakı fərq o qədər də çox olmadığı üçün burada gör nə deyir? Ekvatorda 0 dərəcə göy gündüzün uzunluğu var. 0 saat olmaz. Burada deyir 6 saat gündüzün uzunluğu var. Əgər ekvatorda 6 saat gündüzün uzunluğudursa, onda belə çıxır ki, 18 saatda gecənin uzunluğudur. Ekvatorial ərazilərdə gecə-gündüzün uzunluğu arasındakı fərq o qədər də çox deyil. Məhz ona görə 12 saatdan başlayacaq, 66-15-ə qədər, baxın burada nə olacaq? 24 saat olacaq gündüzün uzunluğu. Doğru cavab C variantı. Baxın, indi 113-cü test tapşırığını izah edəcəm. Deyir, qrafikdə 21 mart tarixində 5 ayrı məntəqə üçün günəşin düşmaqları verilir. Düzdür. Və buna əsasən aşağıdakı fikirlərdən hansı doğru deyil? Diqqət edin. K, L, M, N, P məntəqələrini verir və burada günəşin düşmaqlarını verir. Biz yadınızdadsa dedik, günəş daim hansı paralellərin arasında zenitdə olur? Şimal tropiki ilə cənub tropikinin arasında zenitdə olur. Düzdür. Və şimal-cənub tropiki arasında zenitdə olduğuna görə o ərazilərdə, bu ərazilərdə yerləşən məntəqələrə günəş 90 dərəcə uzaq altına düşür. Deməli, K harada yerləşir? Hə? Ekvatorda 90 dərəcə. Çünki 21 mart tarixi deyir. Onda belə çıxır ki, L 80 dərəcə uzaq altında düşürsə, ya 10 dərəcə şimal enliyində, ya 10 dərəcə cənub enliyində yerləşir. 70 dərəcə uzaq altında M nöqtəsinə düşürsə, deməli 20 dərəcə şimal enliyində, 20 dərəcə cənub enliyində. 60 dərəcə uzaq altında M məntəqəsinə düşürsə, deməli 30 dərəcə şimal enliyində, 30 dərəcə cənub enliyində. Həmçinin də P məntəqəsi ya 40 dərəcə şimal enliyində, ya 40 dərəcə cənub enliyində. İndi baxırıq. K məntəqəsində il boyu gecə-gündüzün uzunluğu bir-birinə bərabərdir. Doğrudan da 12 saat gecə, 12 saat gündüz. Yalnız K və L məntəqələri tropik işıqlanma uşağında. Tropik işıqlanma uşağı 23.5 şimal enliliyi, 23.5 cənub enliliyi arasındadır. 23.5 şimal enliliyi, 23.5. Nətər K düzdür, L düzdür və N də düşür də. Çünki M məntəqəsi ya 20 şimal enliyində, 20 cənub enliyində deyil. 20 şimal enliyində düşür, 21 mart tarixində günəş oraya 70 dərəcə uzaq altında düşür. Deməli, B səhvdir. Yalnız K, L məntəqələri tropik işıqlanma uşağında yerləşmir. K, L və M məntəqələri tropik işıqlanma uşağında yerləşir. Digər məntəqələrlə cavab B variantıdır. Digərlərini oxuyaq. Digər məntəqələrlə müqayisədə il ərzində ən uzun gecə P məntəqəsində müşahidə olunur. Çünki qütbə yaxındır. Düzdür, gündüzün uzunluğu ən azdır. M məntəqəsində il boyu günorta vaxtı cisimlərin kölgə istiqaməti eyni olur. M məntəqəsində il boyu günorta vaxtı. Bəli. Nəyə görə? Çünki tropikdən kənardadır. 30 şimal enliyindəsə il boyu günorta vaxtı kölgə şimalı olacaq. 30 cənub enliyindəsə il boyu da günorta vaxtı kölgə cənubu olacaq. Və nəhayət E variantında verilmiş məntəqələrin heç birində qütb gecə gündüzləri müşahidə olunmur. Qütb gecə gündüzləri 66-15 şimal 66-15 dərəcəlik paralellərlə 60 dərəcəlik paralellər arasındadır. 90 dərəcə paralellər arasındadır. Burada da ən uzaqda yerləşən 40 dərəcə paraleldir. Cavab B variantı. Baxın, 126-cı testdə deyir. Qrafikdə məntəqənin 23 sentyabr, 22 dekabr, 21 mart və 22 iyun tarixlərində gecə-gündüzün uzunluqları verilib. Buna əsasən məntəqənin hansı coğrafi enlikdə yerləşdiyini. Sarı rəng nəyə bildirir? Gündüz. Bu rəng, mən biraz rəngkorluğum var. Bu rəng nə rəngdir? Gecəni bildirir. Baxın, 21 martdan 23 sentyabrda gecə-gündüz bir-birinə bərabərdir.
Aydın oldu. Baxıram ki 22 dekabrda gündüz uzundur, gecə qısadır. Üzr istəyirəm. Deməli, Günəş Cənub yarımkürəsindədir. 22 iyunda gündüz qısadır, gecə uzundur. Deməli, burada nəyə qənaətdənlik? Deməli, burada əsas məsələ məntəqə harda yerləşir. Yəni, 23 sentyabr tarixində həmin məntəqədə gecə ilə gündüz bərabər olur. 22 dekabr tarixində gündüz uzun olur, gecə qısa olur. Deməli, bu Cənub yarımkürəsində yerləşir də bu məntəqə. Özü də gecə deməli 6 saat olur, gündüz 22 dekabr tarixində 18 saat olursa, bu Cənub yarımkürəsində Cənub qütbünə daha yaxın olan ərazidir. Çox vaxt abituriyentlər bunu qarışdırırlar. Məsələn, 23.5 Cənub enliyi götürürlər. Yadınızda saxlayın. Günəş 23.5 Cənub enliyində zenitdə olanda 30 dərəcə Cənub enliyində gündüzün uzunluğu 60 dərəcə Cənub enliyində gündüzün uzunluğundan azdır. Qütbə yaxın ərazidə daha çox olacaq. İndi burada baxın, 22 dekabr tarixində gündüzün uzunluğu çoxdursa, gecənin uzunluğu azsa, deməli bu 80 dərəcə Cənub enliyi olacaq. Diqqət eləyin, deyir yer kürəsinin sxemdəki vəziyyətinə əsasən coğrafi enliklərdən hansında gündüzün uzunluğu daha çox olacaq. Cənub qütbündə qaranlıqdır, görürsünüz, və 66.5 Cənub enliyindən cənubda qaranlıqdır. Deməli, Günəş şimal yarımkürəsindədir və şimal tropikindədir. Hardan qaynaqlandı şimal tropiki deməyimiz, yay gün dönümü deməyimiz 66.5 Cənub enliyində nədir? Qaranlıqdır, gecədir. Deməli, Günəş 23.5 şimal enliyində zenitdədir. Və deyir, coğrafi enliklərdən hansında gündüzün uzunluğu daha çox olar? Qütbə daha yaxın olan şimal qütbünə. 57 şimal enliyi, 62 şimal enliyi, 49 dərəcə şimal enliyi, 1, 2, 5. Amma burada baxın, 23.5 şimal enliyi var, 10 şimal enliyi var. Qütbə qaçın elənsəydi, aydın oldu. Deməli, baxın, biraz saçdırıcı sualdır bu. Ona görə ola bilər səhv eləmiş olarsınız. Qrafiklərdə 5 ayrı məntəqədə günorta vaxtı üçün günəş olan şimal dağları verilmişdir. Məntəqələrdən hansı ekvator ilə şimal tropik arasındadır? Bax, bir dənə bura baxın, zəhmət olmasa. Deməli, bu ekvatorda. Bu 23.5 şimal enliyidir. Düzdür. Bu da 23.5 cənub enliyidir. Günəş daimi bunların arasında zenitdə olur. Tutaq, günəş 21 martdan gedir 22 iyuna doğru, düzdür bu tərəfə. 22 iyundan da qayıdır hara? Ayırdan 23 sentyabr ekvatora. 23 sentyabrdan 22 dekabr, 22 dekabrdan 21 martda başlayır, 21 martda da bitirir əslində. Bir il 21 martda başlayıb, 21 martda bitirir. Tutaq, burada bir məntəqə var, X məntəqəsi. X məntəqəsinin üstündən keçəndə bura maksimum neçədərdir? Bu cavabında çıxır, 90 dərəcə. İndi burada da deyir ki, məntəqələrdən hansı ekvatorla şimal qütbü arasında? Bir mənalı şəkildə bura baxın. Buradan 21 martdan ekvatorun üzərindən getdi. Həmin məntəqənin üzərindən keçəndə neçədərdir bu cavabında düşür? 90 dərəcə. Çatdı 22 iyuna. 22 iyundan ayırdan qayıdıraq ekvatora. Ekvatora qaydanda yenə həmin məntəqənin üstündən keçdi. Ayırdan gəldi nəyə? 23 sentyabra. Ümumiyyətlə, tropiklərin arasındakı paralellərdən fərqli cəhət nə idi? Tropiklərin üzərində günəş ildə bir dəfə zenitdə olurdu. Tropiklərin arasında olan məntəqələrdə günəş ildə 2 dəfə. Məsələn, tropiklərin arasındakı məntəqələrdən biri hansıdır? Ekvator. Ekvatorun üzərində günəş ildə neçə dəfə zenitdə olur? 21 martda, 23 sentyabrda. Lakin şimal tropikində bir dəfə, 22 iyunda. Cənub tropikində bir dəfə. Hansı tarixdə? 22 dekabr tarixində. Bax, həmin məntəqə ekvatorla şimal tropik arasında olan məntəqə buradadır. A variantı uyğun gəlir. Nəyə görə? Bir dəfə keçir üstündən 21 martdan 22 iyuna doğru. 22 iyundan qayıdır. 21 martdan 22 iyuna doğru bir dəfə 90 düşdü. 22 iyundan şimal tropikindən qaydanda 20 sentyabr üstündən bir də keçir, bir də düşür 90 dərəcə budaq altında. Deməli, baxın 192-ci test tapşırığı. Aşağıdakı birinci şəkildə ilin müəyyən vaxtları üçün məntəqəyə günəş olan şimal dağları verilmişdir. Buna əsasən məntəqənin ikinci şəkildə işarələnmiş nöqtələrdən hansına uyğun olduğunu müəyyən edin. Burada ayın tarixləri və günəşin şimalları verilir. Burada isə şəkil verir və deyir, burada hansına uyğun gəlir. Diqqət edin, burada incə məqam nədir? 21 martda günəş hara düşür? 50 dərəcə bucaq altında düşür. 21 martda günəş 50 dərəcə bucaq altında ya 40 dərəcə şimal enliyinə düşəcək, ya 40 dərəcə cənub enliyinə. Baxıram, burada 40 dərəcə şimal enliyi də var, el məntəqəsi. 40 dərəcə cənub enliyi də var, M məntəqəsi.
Aha, 20 sentyabrda da eyni şeydir. İndi biz bir dənə baxırıq. 22 iyun tarixində günəşin düşmə bucağı nə oldu? Azaldı. 22 dekabr tarixində günəşin düşmə bucağı nə oldu? Çoxaldı. Deməli, günəş 40 cənub yarımkürəsindədir ki, 40 dərəcə cənub enliyinə 22 dekabr tarixində böyük bucaq altında düşür. 22 iyun tarixində kiçik bucaq altında düşür. Məntəqə 40 dərəcə cənub enliyində. Doğru cavab N. Aydın. Bax, burada nə var? Deyir, günəş şüalarının minimum düşmə bucağının 66,5 dərəcə olduğu məntəqədə günəş zenitdədirsə, bu vaxt günəş şüalarının 55,5 dərəcə bucaq altında göründüyü iki fərqli enlikdə yerləşən paralellər arasında ən qısa məsafənin neçə kilometr olduğunu hesablayın. Belə baxanda o qədər ağır görünür. Burada nə qədər söz yığını var. Sadəcə olaraq günəş şüalarının minimum düşmə bucağının 66,5 olduğu. Məsələn, tutaq ki, deyək, burada günəş 23,5 dərəcə şimal enliyində zenitdədir. Düzdür? 23,5 şimal enliyində zenitdədir. Bu ekvator, bu da 23,5 cənub enliyi. Düzdür? Tutaq, burada bir X məntəqəsi var. X məntəqəsi. Həmin o X məntəqəsinə günəş neçə dərəcə bucaq altında düşür? 66,5. Bunların hamısının üstünə bir dənə xətt çəkirsiniz. Bizə nə deyir? Deyir, günəş şüalarının 55,5 dərəcə bucaq altında göründüyü iki fərqli məntəqə. 55,5 deyirsə, 90-dan çıxırsınız 55,5. Nə qədər eləyir? 34,5. Deməli, günəşin zenitdə olduğu X məntəqəsindən biri 34,5 dərəcə şimaldadır. Tutaq ki, deyək, günəş ekvatorda zenitdədir. Bu 34,5 şimaldadır. Bu da 34,5 cənubdadır. Doğrudan da gəlin baxaq. Günəş ekvatorda zenitdədir. Zenitdəsə neçə dərəcə bucaq altında düşür? 90 dərəcə bucaq altında düşür. İndi 34,5 dərəcə ekvator. Nə qədər fərq var? 34,5. Deməli, düşmə bucaq fərqi də 34,5 olmalıdır. 90-dan 34,5 çıxanda nə elədir? 55,5. Bu da həmçinin yenə də həmin şeydir. 55,5. Yəni o söz yığımını oxumağa ehtiyac yoxdur. 34,5, 34,5 nə qədər eləyir? 69. Onu da vururam 111'e nə qədər eləyir? 7659 kilometr. Sonuncu məsələmiz. Deyir, yerin xəyalıq orbit müstəvisinə 60 dərəcə meyilli olarsa, yay gündəlimində 16 dərəcə cənub enliyinə günəş şüaları hansı bucaq altında düşür? İndi bura baxın. Yerin xəyaloxunun 60 dərəcə meyilli olan tarixdə qütb dairələrinin və tropikin neçə dərəcədən keçməsinə baxaq. Avtomatik olaraq biz bilirik ki, qütblərlə nə dəyişmir? Ekvator dəyişmir. Dəyişən nə olur? Neçə dərəcə meyillidirsə qütb dairəsi oradan keçir. Tropik isə 30-dan keçəcək. Çünki qütb dairəsindən tropikin cəmi neçə eləməlidir? 90 eləməlidir. Bu oldu bizim nəyimiz? Şimal tropikimiz. Bu oldu bizim nəyimiz? Şimal qütb dairəmiz. Bu da oldu bizim nəyimiz? Şimal qütbümüz. Bu bizim 30 dərəcə cənub enliyi, cənub tropikimiz. Bu bizim 60 dərəcə cənub enliyi, cənub qütbü dairəmiz. Bu bizim 90 dərəcə cənub enliyimiz, cənub qütbümüz. Sualın şərtində nə deyildi? Yerin xəyalox orbit müstəvisinə 60 dərəcə meyilli olarsa, yay gün dönümündə günəş harda zenitdə olur? Şimal tropikində. Zenitdə neçə dərəcə bucaq altında düşür? 90 dərəcə bucaq altında düşür. İndi bizə deyir 16 cənub enliyinə hardasa, biraz uzun çəkək, 16 cənub enliyinə neçə dərəcə bucaq altında düşür? 30, 16. Biri şimalda, biri cənubda. Nə qədər fərq var? 46. Deməli, düşmə bucaq fərqi də nə qədər olmalıdır? 46. 90-dan 46 çıxanda nə qədər eləyir? 44 dərəcə. Belə.